Ey insanlar, sizlərin hər biri Allaha möhtacsınız. Bizlərin var olması Allaha möhtaclığımızın bir sübutudur. Bizim yaşayışımız, bizim danışmağımız, görməyimiz, eşitməyimiz hamısıyla Allaha möhtacıq. Sağlamlıqla Allaha möhtacıq. Nəfəs alıb veririk, Allaha möhtacıq. Bir nəfəs belə Allahın izni ilə alırıq. Əgər Allah istəməsə, bir nəfəs belə biz ala bilmərik. Bu nəfəslərin hamısı Allahdan bizə bir nemətdir. Yəni, ruzu ilə biz Allaha möhtacıq. Qorunmaqla Allaha möhtacıq. Allahdır bizi qoruyan. Hidayətə görə Allaha möhtacıq. Allahdır bizə hidayət verən. Onun bizə hidayət verməsinə biz möhtacıq. Günahlarımızın bağışlanmağına görə Allaha möhtacıq. Allahın bizi bağışlamasına biz möhtacıq. Amma Allah səməddir. Heç bir şeyə ehtiyac duymur. Və ölüm anında Allahın köməyinə möhtacıq. Mələklər bizi sorğu-sual edəndə Allahın köməyinə möhtacıq. Qəbr evində Allahın köməyinə möhtacıq. Axirətdə, məhşər günü, haqq hesab günü, kitabların paylandığı günü, tərəzi günü, sıratdan keçərkən hər halla bizlər Allaha möhtacıq. Bizlər çünki naqisik. Allah isə saməddir. Allahu saməd. Bu Allah heç nəyə möhtac deyil.